Meyxananın ən vacib özəlliklərindən biri nədir? Meyxana təxmin oluna bilən deyil. Bu onun underground təbiətindən irəli gəlir. Daha çox cinayətlə, narkotiklə və s. ilə əlaqələndirilir. Razılaşmaq olar, məzmunu tənqid eləmək olar, amma onun niyə cinayətkarlıq, narkomaniya vəhdətinə sürükləndiyini öncə sorğulamalıyıq. Kanal satanlar geçsin o evine satsan, atasını kulüp atlasan, anasını kulüp atlasan. Əgər birinci sənət növünü underground-da tamamilə tərk eləyirsənsə və daha az resurs daşıdığına görə daha az mənalı, daha az anlamlı nümunələr ortaya çıxarmağa çalışacaq. Müəyyən qədər meyxananın sistem tərəfindən qəbul edildiyi dövrlərdə Azərbaycanda meyxana və repin maraqlı sintezləri yaranmağa başladı. Kim el tutur, kim ele alır. Seninle görüşende ah nece serbest oluram. Amma problem nədədir? Dövlət Aydın Xırdalanlını və digər meyxanaçıları efirə buraxmağa razılaşdı. Amma bu özünü vurması ilə nəticələndi. Meyxana özü ilə birlikdə özünün etiraz potensialını da çıxardı aynısının efirinə. Aydın Xırdalanlı başladı sistem tənqidi eləməyə. Zalımı durğuzma günə yatsa, hər nə qədər yatsa ibadətdir. Etiraz potensialı daşıyan nə varsa ki, bir şeyi underground-da tərk eləyirsənsə, o mütləq ki, etiraz və müqavimət potensialı daşıyacaq. Dövlət onların hər birini ləkələməyə, əzməyə, onu xaric eləməyə maraqlıdır. Bunu institutların inşası ilə eləyir. Aydın kimi qardaşdirmişəm mən, zalım həyatla barışanlardanam. Aşağı təbəqənin yaratdığı incəsənət hər zaman bayağı kimi kodlanmağa məhkumdur. Bu bizi yenidən o önəmli fakta aparır. Hər dövrün hakim ideyası, hakim sinfin ideyasıdır. Sözüm düzüm